Hansı dövlətlər güclüdür? O dövlətlər ki, onların hakimiyyətlərinin bir ideologiyası, böyük ideologiyası var, dərin ideologiyası var. Siz görürsünüz dünyada böyük dövlətlər hansılardır ki, güclü hakimiyyətlər hansılar ki, onların ideologiyaları var. Təəssüf olsun ki, bizim hakimiyyət haqqında bu sözü demək olmaz. Bizim hakimiyyət çox danışır mühafizəkarlıqdan, İslamçılıqdan, Turançılıqdan. Amma ortalıqda biz nə ideologiya görürük, nə heç nə. Sadəcə olaraq bir siyasi konjunktura yaranmaq var. İdeologiyası olan hakimiyyətlər onlara qarşı olan tərəflərə, onlara qarşı olanlara, yanında olanlara biraz tanınmışlıq yığıb, onlara qarşı açıq da olmasa, aydın da olmasa, dolayısıyla mövqe qoyanları ideologiyası ilə sıradan çıxartmalılar. Amma bizim hakimiyyət neyini? Məsələn, kim biraz təlhəydir, ciddidir, qeyri-ciddi fərq yoxdur. Biraz məşhurlaşdı və hakimiyyətə qarşı olanlara, yanında hakimiyyətə qarşı mövqe qoyur, istər Azərbaycanda, istər Avropada neyini çalışır onu pulla almağa. Amma hakimiyyət ideologiyası olsaydı, bu hakimiyyətin dərin ideologiyası olsaydı, bu heç kəsə pulla almağa cəhd eləməzdi. Öz ideologiyasının, öz mövqeyi ilə, öz sadiq tərəfdaşları ilə, öz ideoloji komandası ilə həmən o kəsləri sıradan çıxardardılar. Və yaxud da pulla alıb, birinə ev verib, birinə nə bilim, gətirzilib xaricdən bura, şanı gəzirib, birinə nə bilim, nə etib, imkanlar yaradıb, belə sıradan çıxartmağa çalışmazdı. İdeologiyası ilə sıradan çıxardardı. Amma bizim hakimiyyət çox da desə, ideologiyası olduğu üçün adi bir təlhəyi belə sıradan çıxartmaq üçün çalışır, ona ev verib, elə sıradan çıxartsın. Bu da bu hakimiyyətin əslində nə qədər ideoloji baxımdan zəif olduğunun göstəricisidir.